Salam. Bizim bugünkü dərsimiz təsriflənməyən feillərdir. Təsriflənməyən feillər özləri 3 yerə ayrılacaq. Bunlar məzdər, feili sifət və feili bağlamadır. Təsriflənən feilləri keçəndə mən sizə demişdim ki, onlar şəxsə, kəmiyyəti və zamana görə dəyişə bilirlər. Amma təsriflənməyən feillər şəxsə, kəmiyyəti və zamana görə dəyişə bilməyəcəklər. Eyni zamanda bunlar arasında müəyyən fərqlilik və oxşarlıq var. İlk növbədə onu qeyd edeyim ki, şəxsi və kəmiyyətə görə dəyişmək nə deməkdir? Gəlin biraz bunu sizin üçün aydınlaşdırım. Məsələn, bir dənə təsriflənən feil götürək, gələcək feilini götürək və bunu şəxs və kəmiyyət üzrə dəyişək. Məsələn, deyirəm ki, mən gələcəyəm, biz gələcəyik. Sən gələcəksən, siz gələcəksiniz. O gələcəkdir, onlar gələcəkdirlər şəklində demiş oluruq. Gördüyünüz kimi, şəxs və kəmiyyət şəkilçilərini qəbul etdi. Bunlardır. Amma təsriflənməyən feillərdə belə bir xüsusiyyət olmayacaq. Məsələn, deyirəm ki, mən gələndə, sən gələndə, o gələndə, biz gələndə, siz gələndə, onlar gələndə. Görürsünüz, şəxs və kəmiyyət şəkilçisini qəbul etmədi. Buna görə deyirik ki, təsriflənməyən feillərdə belə bir xüsusiyyət yoxdur. Bunlar arasında oxşarlıq nədir? Baxın, hər ikisi də feildir də. Hər ikisi də feil olduğuna görə məzmunlarında hərəkət anlayışı olacaq. Hər ikisi həm təsriflənən, həm də təsriflənməyən. Təsdiq və inkarda ola bilər. Qrammatik məna növlərinə görə dəyişəcək feilin. Bunlar arasında fərqlilik nədən ibarətdir? Biz təsriflənən feillərdə demişdik ki, onlar cümlə üzvü olaraq yalnız və yalnız xəbər olurlar. Nə etməklə başlayan suallara cavab vermiş olurlar. Onların şəkilçisi, oxşar xüsusiyyətlərini götürsək, həm təsriflənən, həm də təsriflənməyən feillərin şəkilçiləri qrammatik şəkilçilərdir. Bu da onların oxşar bir xüsusiyyətidir. Ondan sonra, deməli, bunlar iki nitq hissəsinin xüsusiyyətini daşıyacaq, təsriflənməyən feillər. Amma təsriflənən feillərdə belə bir xüsusiyyət yox idi. Sonra bunların hər biri tərkib yarada biləcək. Amma təsriflənən feillərdə tərkib yaratmaq kimi bir xüsusiyyət yox idi. Həmçinin bunlar başqa nitq hissəsinin suallarına cavab verəcəklər. Məsələn, nə sualına cavab verəcəklər, necə, nə cür, hansı, nə vaxt, nə zaman, nə qədər və s. suallardan birinə cavab vermiş olacaqlar. Amma biz təsriflənən feillərdə belə bir xüsusiyyəti görmədik. Gördüyünüz kimi həm oxşar, həm də fərqli xüsusiyyətləri oldu. İndi keçək məzdər haqqında. Mən sizə danışım, məlumat verim. Deməli, məzdər həmçinin feili sifət və feili bağlama iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Bunlar birinci nitq hissəsi kimi feilin xüsusiyyətini daşıyırlar. Feilin xüsusiyyətini daşıyanda hər birinə aiddir əlbəttə ki, bu zaman deməli həm təsdiq və inkarda olacaqlar, həm feilin qrammatik məna növünün şəkilçilərini qəbul edəcəklər. Ondan sonra təsdiq və inkarda ola bilərlər, məzmunlarında hərəkət anlayışı olacaq, ətraflarına söz toplayıb tərkib əmələ gətirə biləcəklər. Bu, bunların feilə aid olan xüsusiyyətləridir. İndi digər bir nitq hissəsi, ikinci bir nitq hissəsi haqqında mən danışacağım. Daha feili hər dəfə təkrarlamayacağım, feilə aid olan xüsusiyyətlərini. Deməli, məzdər ikinci bir nitq hissəsi olan ismin xüsusiyyətlərini daşıyacaq. İsmin nə sualına cavab vermiş olacaq, amma kim və hara sualına cavab vermiş olmur. Kim və hara sualına cavab verməyəcək. İsim kimi cümlədə mübtəda, tamamlıq, zərflik və ismi xəbər ola bilər. İsmi xəbər olanda yalnız üçüncü şəxsin təkinə aid olan dır şəkilçisini qəbul etmiş olacaq. Belə deyim də mən sizə, bunun sualı nədir? Yəni, yalnız bu suala cavab verir. Yine ismi xəbər olanda nə etməklə başlayan suala cavab vermiş olunur. Nə etmək sualı yoxdur. Çünki nə etməklə, nə olmaqla başlayan suallar feili xəbərə aiddir. Bu da cümlə üzvü olaraq feili xəbər ola bilmir. Ondan sonra ismin xüsusiyyətlərini daşıdığına görə mənsubiyyətə görə dəyişəcək. Məsələn, mənim oxumağım, sənin oxumağın, onun oxumağı, bizim oxumağımız, sizin oxumağınız, onların oxumağı şəklində mənsubiyyətə görə dəyişə bilər. Eyni zamanda hal şəkilçilərini qəbul edəcək. Oxumaq, oxumağın, oxumağa, oxumağı, oxumaqda, oxumaqdan şəklində hal şəkilçilərini qəbul eləmiş olacaq. Onu deyim ki, isim əşyanın adını bildirirsə,
Məstər hərəkətin adını bildirəcək daha çox. Yəni tam da əşyanın adını bildirmiş olmur. Əşyanın adını bildirmir. Ondan sonra deməli, onu qeyd edeyim ki, ismin bir xüsusiyyəti cəmlənməkdir, amma burada məstər cəmlənə bilməz. Yəni məstərin belə bir xüsusiyyəti yoxdur. Yadda saxlayın. Testdə görəcəksiniz. Sizdən soruşacaq ki, məstərin özünə aid olmayan xüsusiyyəti hansıdır? Deyəcəksiniz cəmlənmək. Yəni cəmlənə bilər, amma ona aid olmayan bir xüsusiyyətdir və testdə bunu sizdən istəyəcəklər. Eyni zamanda ikinci bir xüsusiyyəti var ki, məstərə aid deyil, təyin olmaq. Cümlə üzvü olaraq məstər təyin ola bilməz, amma bəzi məqamları görəcəksiniz ki, cümlə üzvü olaraq təyin olub. Onu bilin ki, bu məstərə aid olmayan bir xüsusiyyətdir. Deməli, bu kimi, ondan sonra tək və təki qoşmalarını qəbul edib cümlə üzvü olaraq təyin ola bilər. Məsələn, oxumaq kimi bir arzusu var. Baxın, burada sual verir ki, necə arzusu var? Oxumaq kimi. Burada təyin oldu, gördüyünüz kimi. Və ya onların oxumaqları şəklində cəmlənir, amma cəmlənməməlidir. Bu ikisi məstərə aid olmayan xüsusiyyətdir, testə düşür, diqqətli olun, yadınızda saxlayın. Eyni zamanda deməli, məstərin şəkilsi burada deməli qeyd eləmişəm, maqmək şəkilsidir. Burada bəzən məstər, yəni mamə şəkilsi ilə də istifadə oluna bilər. Mamə şəkilsi ilə istifadə olunduğu vaxt, deyir ki, məndən sonra mənsubə şəkilsi gəlsin. Məsələn, onun oxuması şəklində gördüyünüz kimi burada məstər şəkilsi gəlir. Üzr istəyirəm, mənsubə şəkilsi gəlmiş olur. Onun oxuması. Eyni zamanda siz bunu bərpa edə bilərsiniz. Onun oxumağı şəklində bərpa edə bilərsiniz. Q samitini yenidən bərpa eləmək olar. Bu şəkildə də müəyyənləşdirirsiniz ki, həqiqətən də bu məstərin şəkilsiymiş ki, öz Q samitini itirib, ondan sonra mənsubə şəkilsi olan, üçüncü şəxsə təkinə aid olan mənsubə şəkilsi gəlib. Gördüyünüz kimi bu qədər bəsitdir. Bu da məstərdən bu qədər qeydlər paylaşdım. Cümlə üzvü olaraq mübtədədə yazmışam. Gəlin bir cümlə üzvü olaraq bunu istifadə edək. Oxumaq gözəldir. Necədir? Gözəldir. Nə oxumaq? Və gördüyünüz kimi burada mübtədədə oldu. Oxumağı çox sevirdi. Nə edirdi? Sevirdi. Nəyi sevirdi? Oxumağı. Və gördünüz tamamlıq oldu. Zərflik ola bilər. Çörək almaq üçün mağazaya getdi. Və burada məqsəd zərfliyi oldu. Eyni zamanda ismi xəbər olacaq. Onun ən böyük məqsədi oxumaqdır. Və gördüyünüz kimi burada deməli, üçüncü şəxsin təkinə aid olan şəxs şəkilsini qəbul edib ismi xəbər oldu. Və nədir sualına cavab verdi. Nə etmək sualına cavab vermiş olmur. Sonra fe'l sifəti haqqında danışaq. Eynən, yəni, bu da iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Bayaqları qeyd eləmişdim. Ondan sonra fe'lə aid olan xüsusiyyətlərini bayaqları qeyd eləmişəm. Yenidən təkrarlamıram. Bu hər biri üçün keçərlidir. İkinci bir nitq hissəsi isə sifət olacaq bunda. Sifətin xüsusiyyətlərini daşımış olacaq. Sifətin xüsusiyyətlərini daşıdığına görə necə, nə cür, hansı suallarından birinə cavab verəcək. Ondan sonra cümlədə təyin olacaq, ismi xəbər olacaq, yəni buna aid olan xüsusiyyətdir. İsimdən əvvəl gələcək və onu təyin edəcək, eynən sifət kimi. Sonra eynən sifət kimi isimləşə biləcək. İsimləşməyi alınır bunda. Məsələn, deyirəm ki, oxuyanlar, üzrlü sayım dəqiqə, yenidən yazaq. Məsələn, deyirəm ki, oxuyanlar yarışda birinci yeri tutdular deyək. Birinci yeri tutdular. Yeri tutdular. Aha, yine sual verilir. Kim birinci yeri tutubmuş? Oxuyanlar. Bax, gördünüz? Yəni, oxuyan şagirdlər olmalıydı. İsmini itirdi. Eynən sifət kimi bu da isimləşdi. Sonra deyirəm ki, oxuyan şagird. Deyək, oxuyan şagird. Baxın, burada necə oldu? İsimdən əvvəl gəldi, ismə aid oldu və onu təyin elədi. Eynən sifət kimi, gördüyünüz kimi. İsimdən əvvəl gəlir və onu təyin etmiş olacaq.
Sonra bunun suallarını qeyd elədik. Şəkilçilərin haqqında sizə məlumat verim. Şəkilçilərə deməli 6 dənə şəkilçisi var ki, bunlardan hardasa 4 dənəsi ammonimdir. İndi deyəcəm sizə nə ilə ammonim olacaqlar və bunlara necə fərqləndirmək olar. Deməli, fe'l sifətin şəkilçiləri bunlardır. An, ən, dığım üzəri 4, mış, ası, əsi, malı, məli, acaq, əcəkdir. Bunlardan an, ən indiki zaman məzmunlu, deməli, fe'l sifətdir. Baxın, məzmunu dedim, indiki zamanda da demədim. İndiki zaman şəkilçisi bəlli məsələdir. Ir üzəri 4-dür. Bu, indiki zaman məzmundur. Həmin o məzmunu daşımış olur. Sonra, dığım üzəri 4, mış üzəri 4 isə keçmiş zaman məzmunlu fe'l sifət yaradır. Testdə bu haqda sizə sual veriləcək. Bunlar istəniləcək. Ası, əsi, malı, məli, acaq, əcək isə gələcək zaman məzmunludur. İndi deyəcəksiniz ki, ay müəllim, ası, əsi, malı, məli, acaq, əcək, eyni zamanda mış üzəri 4-ü biz təsriflənən fe'llərdə görmüşük. Bunları necə fərqləndirik? Çox bəsit. Bunları fərqləndirmək üçün nəyə fikir verməlisiniz? Bayaqlara qeyd elədim ki, fe'l sifətin, istəyir məsdərin nə etməklə başlayan sualı yoxdur. Bunlar fe'li xəbər olmurlar. Yalnız ismi xəbər olacaqlar. İndi başlayaq. Deyirəm ki, gələcək. Deyirsiniz ki, nə edəcək? Gördünüz, nə etməklə başlayan suala cavab verdi. Çünki fe'lin təsriflənən formaları, acaq, əcək, xəbər şəkli, cümlə üzvü olaraq yalnız xəbər ola bilər. Elə həmçinin digərlərinə də aiddir. Başqa cümlə üzvü ola bilmirlər bunlar. Və suallarda nə etməklə başlayır. Deyirəm ki, almalıdır. Almalıdır. Deyirsiniz ki, nə etməlidir? Gördünüz, yenə nə etməklə başlayan suala cavab verdi. Fe'li xəbər oldu. Sonra deyirəm ki, alasıdır. Alasıdır. Deyirsiniz ki, nə edəsidir? Yenə nə etməklə başlayan suala cavab verir. Bu şəkildə fərqləndirirsiniz. Çox bəsit, çox rahatdır. Deyirəm ki, almışdı. Deyirsiniz ki, nə etmişdi? Yenə nə etməklə başlayan suala cavab verdi və biz təsriflənən fe'lləri cümlə üzvü olan xəbərin tərkibində görəcəyik yalnız. İndi fe'l sifətə aid olan deməli nümunələr qeyd edeyim. Deyirəm ki, oxunmuş əsər. Necə əsər? Nə cür əsər? Baxın, sifətin sualına cavab verdi, təyin oldu. İsimdən əvvəl gəldi, eynən sifət kimi. Sonra deyirəm ki, yazılası məktub. Yazılası məktub. Deyirsiniz ki, necə məktub, nə cür məktub? Görürsünüz, necə, nə cür hansı sualına cavab verəndə fe'l sifət olur. Nə etməklə başlayan suallara cavab verəndə fe'lin təsriflənən formalarına aid olan şəkilçilər olacaq. Bu şəkildə fərqləndirəcəksiniz. Gördüyünüz kimi çox rahatdır, hər hansı bir çətinlik yoxdur. Diqqətli olun. Bir də deməli, bunları yadda saxlayın ki, dondurmalı, aşırmalı, qovurmalı, düyməli, büzməli, sürməli bunlar sifətlərdir. İsimdən yaranmış sifətlər gedəcək. Fe'li sifət deyirlər. Bunları yaxşı yadınızda saxlayın. Sonra fe'li bağlamanın an, ən və dan-dən deyə bir şəkilçisi yoxdur. Onun şəkilçisi anda, əndədir. Anda və əndədir. Andan deyil. An, ən plus dan-dən olsa və bunlardan sonra qoşma gəlsə, bilin ki, bu fe'l sifətə aid olan şəkilçidir. Bunda uşaqlar tez-tez səhv eləyirlər. Çox diqqətli olun. An, ən plus dan-dən və qoşma gələrsə, bilin ki, bu fe'l sifətə aiddir. Fe'li bağlama qoşmalarla işlənə bilmir. Bu məqamı unutmayın, testə düşən məqamlardan biridir. Eyni zamanda onu qeyd edeyim ki, sifətin şəkilçiləri leksik şəkilçilərdir. Amma fe'li bağlama, daha doğrusu üzrlü sayın, fe'l sifətin şəkilçiləri qrammatik şəkilçilər olacaq. Yəni bu şəkildə müəyyənləşdirə bilərsiniz. Sonra isimləşməsi haqqında da sizə məlumat verdim. Fe'li sifətdən bu qədər. İndi fe'li bağlamaya keçək. Deməli, fe'li bağlamada eynən məsdər və fe'li sifət kimi iki nitq hissəsinin xüsusiyyətini daşıdı. Bunlardan birincisi fe'l oldu. İkinci nitq hissə isə zərf olacaq.
zərfin xüsusiyyətini daşıyacaq və cümlədə zərflik olacaq. Bu xəbər ola bilmir. Məsdər və fe'li sifət ismi xəbər ola bilsə də fe'li bağlama xəbər ola bilmir. Zərfin xüsusiyyətlərini daşıyacaq. Fe'lin xüsusiyyətləri haqqında bayaqları qeyd eləmişəm, yerinə təkrarlamıram. Zərfin xüsusiyyətini daşıyanı cümlədə tərz, zaman, kəmiyyət və səbəb zərfliyi ola bilər. Deməli, bu məqsəd və yer zərfliyi olmayacaq. Bunu yaxşı yadda saxlayın. Eyni zamanda bunların sualına cavab verəcək. Nə vaxt, nə zaman, necə, nə səbəbə, nə qədər suallardan birinə cavab vermiş olacaq. Sonra fe'li bağlamanın şəkilçiləri bunlardır. Əlbəttə ki, hamısını qeyd eləməmişəm. Müəyyən hissəsini qeyd eləmişəm. Bunlarda andi əndəni yadda saxlayın ki, bunun şəkilsi andi əndədir. ıb üzəri 4 və araq, qrammatik bunlar sinonimdirlər. Yəni, rahat şəkildə bir-birlərini əvəz eləyə bilirlər. Məsələn, düşmən ordusu qorxub, geri çəkildi. Düşmən ordusu qorxaraq, geri çəkildi şəkildə mən deyə bilirəm. Ondan sonra, burada AE var ki, daha çox tərz məzmunu daşımış olur. Ondan sonra, madam mədən var, şərt məzmunu daşıyır. Ər, mazməz eyni fe'li artırır, gələr, gəlməz şəklində. Ondan sonra, digər yəni şəkilçilər də var. Eyni zamanda mış-mış şəkilçisi də var bunun. Gecədən xeyli keçmiş, o gəldi. Gecədən xeyli keçəndə o gəldi. Bax, görürsə, andi, əndə ilə mən bunu əvəz eləyə bilirəm. Fe'li bağlamadan da elə bu qədər. Bir də bunları qeyd edeyim sizə. Bu sözlər iki cür düşünülə bilir. Dama-dama, qoşa-qoşa, tikə-tikə, dönə-dönə iki nitq hissəsi formasında düşünülə bilir. Məsələn, deyirəm ki, dama-dama göl olar. Bu AE şəkilsidir. Məsələn, deyirəm ki, damaraq göl olar. Və gördünüz, ara qərəklə əvəz eləyə bildim. Oradan bildim ki, bu fe'li bağlamadır, fe'ldir. Mürəkkəb fe'ldir. Ondan sonra deyirəm ki, o dama-dama köynək geyinmişdir. Necə köynək geyinmişdir? Dama-dama, sifət oldu. Sonra qoşa-qoşa, yine cüt-cüt mənasında, yine qoşa-qoşa oturmuşdular. Oldu zərf. Bir də deyirəm ki, təkəri qoşa-qoşa danışırdı. Qoşaraq, gördünüz, ara qərəklə əvəz eləmək olur. Fe'li bağlama oldu. Deyirəm, əti tikə-tikə doğradı. Zərf olacaq, tərz hərəkət. Bir də deyirəm ki, paltarı tikə-tikə mahnı zümzümə edirdi. Mahnı oxuyurdu. Deməli, tikərək şəklində ara qərəklə əvəz eləyə bildim. Deməli, bu fe'li bağlamadır. Sonra deyirəm ki, bunları mən sənə dönə-dönə demişim. Dəfələrlə mənasında olanda bilin ki, kəmiyyət zərfi olacaq. Cümlə üzvü olaraq kəmiyyət zərfliyi. Deməli, bir də deyirəm ki, maşın yolları dönə-dönə gedirdi. Yəni, dönərək şəklində gedirdi. Həqiqətən də fırlana-fırlana gedə bilər. Və gördüyünüz kimi, yəni ara qərəklə əvəz eləyə bildim. Bir də onu qeyd edeyim ki, bəzən eyni bir cümlə həm fe'li bağlama, həm də fe'li sifət kimi düşünülə bilir. Məsələn, danışanda həyəcan duydum. Yəni, danışan adamda həyəcan duydum şəklində olsa fe'li sifət olacaq. Bir də danışan zaman, danışan vaxtda həyəcan duydum mənasında fe'li bağlama ola bilər. Bunu daha çox fe'lin şərtində sizə deyəcəklər. Ondan sonra gedib həmin o cümləni tapacaqsınız. Bugünlük bu qədərdir. Ümid edirəm ki, dərs sizə aydın oldu. Belə çətin bir dərs deyil, rahat bir dərsdir. Eyni zamanda mən ıb üzəri 4 haqqında, ıb, ib, üb haqqında sizə danışmışdım, məlumat vermişdim. Yəni, bunu biz nəqli keçmiş zaman şəkilsi necə fərqləndirə bilərik. Çox bəsit. Nəqli keçmiş zamanın şəkilçisi 3-cü şəxsin təkində dır, dir, durdur şərt şəkilsini qəbul etmiş olur. Amma fe'li bağlama xəbər ola bilmir və qəbul etmir. Daha çox zərflik olacaq. Məsələn, deyirəm ki, o gəlibdir. Buradan bildim ki, bu nəqli keçmiş zamandır. Bir də deyirəm ki, o oxuyub, dərsi danışdı. O oxuyaraq dərsi danışdı şəklində fe'li bağlama olacaq. Yəni, gördüyünüz kimi çox rahat bir dərsdir. Hər hansı bir çətinlik yoxdur. Ümid edirəm ki, dərsi anladınız. Bugünlük bu qədər. Sağ olun.